bizi. Senete, musiki ve zemine tarihi kısmının yaratıcı dünyasına değer verenler. Bugün biz sizinle birlikte musiki dolu bir ömrün 55 yıllık tarihçesine şahitlik edecek, piyano dilleri gibi ağlı karalı bir hayat yoluna gıyabi de olsa seyahat edeceğiz. Evvelce gelin, Vatan topraklarının azadlığı uğrunda canından geçen şehitlerimizi ve dünyasının değişen senetkarlarımızın aziz hatresini bir dakikalık sükutla yad edelim. için sahneye Lənkəran Şəhər Heydər Əliyev Mərkəzinin direktoru Reyhanə Sadıqova dəvət olunur. Əziz, dəyərli şəhid anaları, hörmətli qonaqlar, hörmətli tədbir iştirakçıları, hamınızı bu xoş gündə xoş gördük. Hamınızı salamlayıram. Azərbaycan mədəniyyəti Heydər Əliyev işığında layihəsi çərçivəsində keçirilən tədbirlər yaradıcı insanlara verilən qiymətdir. Cabir Novruzun dediyi kimi, sağlığında qiymət verilir insanlara. Ey adamlar, ürəyimi siz dinləyin. Üz tuturam uşaqlara, qocalara, cavanlara, sağlığında qiymət verir insanlara. Yaxşılara sağlığında yaxşı deyin, sağlığında yaman deyin, yamanlara. Nə yaxşı ki, sağlığında yaxşılara yaxşı, yamanlara yaman deməyi bacarır. Bugün yaxşılardan olan elinə, obasına bağlı Cənub zonasının yeganə musiqişünas bəstəkar qızı olan Zəminə Tariyel qızının 55 illik yubiley ərəfəsində yaradıcılıq gecəsinə yığışmışıq. Çox danışmaq olar onun həm insanı, həm zəngin yaradıcılığı haqqında. Amma mən çox danışmayacağım. Bu saysız hesabsız insan duyguları içində onun öz dünyası, nəğmə dolu söz dünyası var. Bəzən yanından saymazana ötdüyümüz, heç fərqinə varmadığımız hadisələr, hisslər onun öz dünyasının süzgəzindən keçərək notlara süzülüb, səs-səs ilmələnir. Könül oxşayan nəğməyə, musiqiyə çevrilir. Onun öz dünyası var. Nəğmə dolu bu dünyada həsrətli bir niskil dolaşmaqdadır. Buna baxmayaraq, həyatın ağır acısını ürək genişliyi ilə, mərdanəliklə qəbul edir, mərhəmətli ürəyinin səsinə inanır. Onun öz dünyası var. Onun yaratdığı haqdan yoğrulmuş bu dünya həqiqətlər üzərində qurulur. Yaşadığı real həyatla ayaqlaşa bilmədiyi anlar da olur. Yenə də haqqın dərgahına sığınır. Onun öz dünyası var. Mərhəmət dolu bu dünyada maddiyyatdan uzaq mənəvi dəyərlərlə baş-başadır. Bu mərhəmətli ürəkdə nələr yoxdur ilahi? Saf sevgi, şəfqət, ədalət,
Elə yaradıcılığının gözəlliyi də buradan irəli gəlir. Bir-birindən gözəl bəstələri səni səndən alır. Dinlədikcə uzaqlaşırsan bu dünyadan. Onun dünyasını qarşı dolanırsan. Bugünkü tədbir az da olsa hər birimizin əlindən tutub, onun yaradıcılıq dünyasına səyahət etdirəcək bizləri. Sözü yaradıcılara verək, yaradıcı insanlara, onun yaradıcılığından bəhs olunan nömrələrə verək, diqqətinizə görə minnətdar. Gəlin Zəminə xanımın yaradıcılıq yoluna birlikdə nəzər salaq. Əliyeva Zəminə 1970-ci il aprelin 15-də Lənkəran rayonu Şəkeran kəndində musiqiçi ailəsində, kəmançı ustadı Tariyel Əliyevin ailəsində dünyaya göz açmışdı. İncəsənət sahəsində əsas dəstəkçilərindən biri də elə atası Tariyel Əliyev olmuşdu. Bugün onun bəstəkar kimi yetişməsində, formalaşmasında xalq musiqisinin böyük təsiri vardı. Uşaqlıq illərində Azərbaycanın xalq artisti Əhməd Bakıxanov və onun ansamblının üzvləri, xalq artisti Teymur Mustafayev kimi dövrünün tanınmış digər sənət adamları görkəmli musiqiçilərin arasında boya başa çatmışdı. Şəkeran kənd məktəbinin 1978-1985-ci illərdə isə Cəfər Cabbarlı adına Lənkəran şəhər bir saylı uşaq musiqi məktəbinin fortepiano ixtisası üzrə bitirmişdi. Musiqi məktəbini bitirdikdən sonra elə həmin il Lənkəran Musiqi Texnikumunun musiqi nəzəriyyəsi ixtisasına daxil olmuşdu. 1989-cu ildə Üzeyir Hacıbeyev adına Azərbaycan Dövlət Konservatoriyasının, indiki Bakı Musiqi Akademiyasının musiqişünaslıq şöbəsinə daxil olmuş, 1994-cü ildə oranı müvəffəqiyyətlə bitirmişdi. Konservatoriyada təhsil alarkən görkəmli sənətşünaslardan, professorlardan ustad dərslər almışdı. İş fəaliyyətinə Lənkəran şəhər Cəfər Cabbarlı adına bir saylı uşaq musiqi məktəbində başlamışdı. Orada 3 il musiqi nəzəriyyəsi şöbəsində müəllim və şöbə müdiri vəzifələrində çalışmışdı. Az sonra Lənkəran Musiqi Texnikumuna musiqi nəzəriyyəsi müəllimi ixtisası fənnindən dərs deməyə dəvət almış, eyni zamanda musiqi nəzəriyyəsi və xor dirijorluğu fənn komissiyasının sədri vəzifəsində çalışmağa başlamışdı. 2009-cu ildə ixtisaslı kadrların hazırlanması sahəsində səmərəli pedaqoji fəaliyyətinə görə Təhsil Naziri Nisir Mərdanov və sonralar isə Lənkəran Dövlət Humanitar Kollecinin direktoru, eləcə də icra başçısı tərəfindən fəxri fərmanlarla təltif olunmuşdu. Hal-hazırda Lənkəran Dövlət Universitetində və universitetin nəzdində Sosial və Aqrar Texnoloji Kollecində musiqi nəzəriyyəsi ixtisası üzrə müəllimlik fəaliyyətini davam etdirir. 2001-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür. Azərbaycan Bəstəkarlar İttifaqı Qaraqarayev məktəbinin parlaq nümayəndələrindən biri olan və beynəlxalq aləmdə öz sözünü demiş, yüksək nüfuz qazanmış bir şəxsiyyət, Respublikanın xalq artisti, professor, UNESCO-nun sülh artisti, şöhrət və şərəf ordenli bəstəkar Firəngiz Əlizadə rəhbərlik edir. Azərbaycan bəstəkarları ilə müxtəlif təşkilatlarda təhsil məsələlərində keçirilən görüşlər, onların yaradıcılığının təbliği və musiqinin geniş dinləyici auditoriyasında tanıdılmasına xidmət edir. Buna misal olaraq, Azərbaycan Bəstəkarlar İttifaqının bölgə üzrə bir neçə şəhərlərində təşkilatları yaradılıb. Eləcə də 2001-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqının Cənub bölgəsi üzrə Lənkəran təşkilatı yaradılıb. Həmin təşkilata professor, şöhrət ordenli bəstəkar Musa Mirzəyev sədr, məsul katib vəzifəsinə isə Zəminə Tariyel qızı təyin edildi. Musa Mirzəyev dünyasını dəyişdikdən sonra sədr vəzifəsinə Azad Zahid təyin edildi və Zəminə Tariyel qızı ilə birlikdə bölgədə musiqinin inkişafı üçün müxtəlif işlər görmüşlər. Zəminə Tariyel qızı 2008-ci ildə Azərbaycanda keçirilən ilk qadınlar qurultayına nümayəndə seçilmişdi. Lənkəranın keçmiş icra hakimiyyətinin başçısı, Azərbaycanın ictimai siyasi və dövlət xadimi, Lənkəran Şəhər Partiya Komitəsinin birinci katibi, mədəniyyət və incəsənətə böyük qayğı göstərən Dilrubə xanım Camalova Lənkəran şəhərinin ən öndə gedən ziyalı və zəhmətkeş xanımlarından ibarət 40 nəfəri qurultaya nümayəndə seçdi. Onların sırasında musiqi sahəsində yeganə xanım təmsilçi Zəminə Tariyel qızı da var idi.
1997, 1998, 1999-cu illərdə Fikrət Kərimlinin rəhbərlik etdiyi və təşkilatçılığı ilə Lənkəran Musiqi Texnikumunda və Lənkəran Dövlət Universitetində Zəminə xanımın yaradıcılıq gecələri keçirilmişdi. Bəstəkarlıq sahəsində fəaliyyət göstərmək, yaradıcılığını daha da inkişaf etdirmək üçün təbii ki, irəliləmək lazım idi və bunu nəzərə alaraq Zəminə Tariyev qızı 2006-cı ildə yenidən sənədlərini Azərbaycan Milli Konservatoriyasına təqdim edir və bəstəkarlıq şöbəsinə daxil olur. İxtisasdan müəllimi Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi, BMT mükafatı laureatı, Azərbaycan Gənclər İttifaqı mükafatı laureatı, Humay Milli mükafatı laureatı, bəstəkar Cəlal Əşrəfoğlu Abbasov idi. Zəminə xanımın konservatoriyanın sonuncu ilində yazdığı diplom işi xalq çalğı alətləri orkestri üçün yazdığı 4 hissəli Lənkəran lövhələri suitası Dövlət İmtahan Komissiyasının sədri, Azərbaycanın görkəmli bəstəkarı, xalq artisti Profesor Tofiq Bakıxanov və üzvlər tərəfindən yüksək qiymətlə qiymətləndirilmişdir. Orkestr üçün yazdığı bu suita 30 aprel 2010-cu ildə Üzeyir Hacıbəylinin 125 illik yubiley konsertində Müslim Ağamayev adına Azərbaycan Dövlət Filarmoniyasında səsləndirilmişdi. Bu illər ərzində bir sıra əsərlər yazmış, eyni zamanda məqalələr və çıxışlarla mətbuat və dövlət tədbirlərində yerli televiziya vasitəsilə çıxışlar etmişdi. Bəstəkarlıq fəaliyyətində gördüyü işlər: Vaqif Hüseynov, Məsud Dövrani, Ağamir Cavad, Nüsrat Kəsəməlli, Xəlil Rıza, Xalidə Vaqif qızı, Reyhanə Sadıqova, Xatirə Xatun və sair şairlərin sözlərinə mahnılar yazmışdır. Vətən müharibəsində qəhrəmancasına şəhid olan Elnur Talıbov, Vüsal Quliyev, Şəhriyar Həbibi, Agil Əkbərovun xatirəsinə mahnılar bəstələmişdi. Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş, sözləri Reyhanə Sadıqovaya aid olan Heydər Babam, sözləri Xatirə Xatuna aid olan Sev məni, unut məni unutmağı, sözləri Ağamir Cavada aid olan Ağlama, xalq çalğı alətləri orkestri və solo ifa üçün Qocalma Atam mahnıları. Ulu Öndər Heydər Əliyevə həsr olunmuş, sözləri Xalidə Vaqif qızına aid Heydər Baba, sözləri Şəkər Aslana aid olan Azərbaycan xor əsərləri. Fortepiano üçün 13 preludə. Lənkəran Dövlət Universitetinin 30 illik yubileyinə həsr etdiyi sözləri Reyhanə Sadıqovaya aid Doğma Ocağım əsəri. Fortepiano üçün 3 hissəli sonata. Bu əsər 2 dekabr 2011-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına konsert salonunda, kamera konsertində və Azərbaycan Bəstəkarlar İttifaqının 90 illik yubileyində səsləndirilmişdir. Fortepiano üçün 8 variasiya, fortepiano üçün mövzu və 8 variasiya. Bu əsər 14 mart 2024-cü il tarixində Azərbaycan Milli Konservatoriyasında Əməkdar İncəsənət xadimi bəstəkar Cəlal Abbasov və tələbələrinin əsərlərindən ibarət konsertində səsləndirilmişdir. 2024-cü ilin may ayında Azərbaycan Milli Konservatoriyasının nəzdində Musiqi Kollecində fortepiano üçün yazdığı 13 prelüd əsərləri səsləndirilmişdir. Nəğmə dolu bir ömrün 55-ci baharını yaşayan Zəminə Tariyev qızı bugün də yazıb yaradır. Gənclərə musiqinin sirlərini öyrətməklə yanaşı, yazdığı musiqilərlə bizi də o sirli aləmə aparır. Yolunuz işıqlı olsun Zəminə xanım. Hörmətli tədbir iştirakçıları, əziz sənətsevərlər, sizi ürəkdən gələn gürültülü alqışlarınızla yaradıcılıq işinə toplaşdığınız hörmətli günləriniz Zəminə Tariyev qızını səhnəyə təqdim edilir. Buyurun Zəminə xanım. Necəsiz? Zəminə xanım yubileydən öncə tədbirin məşqləri vaxtı həmişə deyirdi ki, bilmirəm deyir, zalda müəllimlərim olacaq, mən yubilyar kürsüsündə necə oturacam. O kürsünü sizə illər qazandırıb Zəminə müəllimə. Necəsiz? Yaxşısınızmı? İndi isə hörmətli tədbir iştirakçıları,
Ağlama mahnısının sözleri Ahmet Carada, Xatirələr mahnısının sözleri ise Xalidə Vahid kızına aittir. Dediği ki bestekarı Zəminə Tariyə kızıdır, aynı zamanda da ifaçısı da Zəminə Tariyə kızıdır. Gelin beraber izleyelim. Kesip yolumuzu göylerin taşı, hele qabaqdadır talihin qışı. Yaraşmır, yaraşmır sənə gözyaşı, gər bu ayrılığa sinə ağlama. Bəxtim yarımadı vüsal dəmimə, baxıram özün tək bəxti kəmimə. Bəxtim yarımadı vüsal dəmimə, baxıram özüm tək bəxti kəmimə. Cahana sığmayan dərdi qəmimə, eyləyib qəlbində bina ağlama. Cahana sığmayan dərdi qəmimə, eyləyib qəlbində bina ağlama. Eşkimiz dünyayla barışmaz daha, her səsə nəğməyə qarışmaz daha. Bir dəfə sevənlər alışmaz daha, hər yanğız səsinə ün ağlama. Bəxtim yarımadı vüsal dəmimə, baxıram özün tək bəxti kəmimə. Bəxtim yarımadı vüsal dəmimə, baxıram özüm tək bəxti kəmimə. Cahana sığmayan dərdi qəmimə, eyləyib qəlbində bina ağlama. Cahana sığmayan dərdi qəmimə, eyləyib qəlbində bina
səni and verirəm dinə, ağlama. Bir yanmış ocağın külüyəm elə, Leyli tək, Məcnun tək, dəliyəm elə. Mən sənsiz, onsuz da ölüyəm elə. Sabah öləcəyim günə ağlama. Sabah öləcəyim günə ağlama. 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 Hatırladım o günleri, sevda dolu, inan dolu. Hatırladım o günleri, ümit dolu, güman dolu. Hatırladım o günleri, sevda dolu, inan dolu. Hatırladım o günleri, ümit dolu, güman dolu. Hatırladım, kalbim yandı. Hatırladım, adın andım. Hatırladım, hatırladım. Yürek sustu, kalp dayandı. Hatırladım, kalbim yandı. Hatırladım, adın andım. Hatırladım, hatırladım. Hatireler, hatireler. Həzin, həzin xatirələr. Heydər Baba, sözleri Halide Vakif kızınındır. Bu gün Lənkəran şəhər Cəfər Cabbarlı adına bir sayılı Uşaq Musiqi Məktəbinin şagirdlərindən ibarət xor kollektivi. Xormeyster Vüsalə Əzizova, konsertmeyster Jalə Ağayeva. Siper
Mahnı romans, Bahar Duyguları, sözləri Məlahət Dağlınındır. Solist Cəfər Cabbarlı adına Lənkəran şəhər Bir saylı uşaq musiqi məktəbinin şagirdi Xədicə Mövsümova, konsertmeister Elnarə Əliyeva. Zemine Hanım'ın musiqişünas kimi apardığı araştırmalar, milli musiqi irsimizin elmi şekilde öğrenilmesine ve gelecek nesillere ötürülmesine hizmet edir. Onun məhz bu zəhmətkeşliyinə, əməksevərliyinə görə Azərbaycan Bəstəkarlar İttifaqı tərəfindən Azərbaycan Bəstəkarlar İttifaqının bölgə üzrə məhsul katibi təyin olunmuşdur. Çıxış üçün səhnəyə Azərbaycan Bəstəkarlar İttifaqının Cənub bölgəsi üzrə Lənkəran Təşkilatının sədri, bəstəkar Azad Zahid dəvət olunur. Danışa bilmirəm, mən musiqi yazıram. Amma Zəminə xanım çok güzel insandır, çok güzel bestekardır. Yani de onu tebrik etmek istedim. Ve istedim ki bizim bu birlik işimiz çok devam etsin. Bayramınız mübarək. Sözləri Məqsud Məmmədovundur. İfa edir Lənkəran Şəhər Mədəniyyət Mərkəzinin solisti Vüsal Bağırov. Geldi Novuz bayramı, sevindi güldü hamı, çağladı coştu
gül verək, bayramınız mübarək. Açdı yasəmənlər biz, gəlin dəstə tutaq biz, dostlarına gül verək, bayramınız mübarək. Sevinç bizə yaraşır, küsənlərlə barışır, üzdə təbəssüm çiçək, bayramınız mübarək. Sevinç bizə yaraşır, küsənlərlə barışır, üzdə təbəssüm çiçək, bayramınız mübarək. Bayramınız, bayramınız, bayramınız mübarək. Gəldi Novruz bayramı, bayramınız mübarək. Bayramınız, bayramınız, bayramınız mübarək. Gəldi Novruz bayramı, bayramınız mübarək. Sevinç bizə yaraşır, küsənlərlə barışır, üzdə təbəssüm çiçək, bayramınız mübarək. Sevinç bizə yaraşır, küsənlərlə barışır, üzdə təbəssüm çiçək, bayramınız mübarək. Bayramınız, bayramınız, bayramınız mübarək. Gəldi Novruz bayramı, bayramınız mübarək. Bayramınız, bayramınız, bayramınız mübarək. Gəldi Novruz bayramı, bayramınız mübarək. Bayramınız, bayramınız, bayramınız mübarək. Gəldi Novruz bayramı, bayramınız mübarək. Bayramınız, bayramınız, bayramınız mübarək. Gəldi Novruz bayramı, bayramınız mübarək. Fortepiano ve violin için üç hisseli sanatı ifa edirlər. Fortepianoda beynəlxalq müsabiqələr laureatı Leyla Parlanova, skripkada Emin Hüseynov. Yubilyanı tebrik etmek için sahneye Üzeyir Hacıbeyli adına Bakı Musiki Akademiyası'nın profesörü, Azerbaycan Bestekarlar İttifakı'nın katibi, halk artisti, emektar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elnaya xanım Dadaşova dəvət olundu. Mənim qəhrəman xalqımın, evladlarının hamısını salamlayıram. Mənim üçün bu günləri Lənkəranda, bu səhnədə, mənim gözəl, çox əziz bir insanımla yanaşı dayanmaq zövq verir. Ona görə zövq verir ki, siz yəqin hamınız da belə itiraf edərsiniz ki, bugünkü durumda
insanın yanında saf insanın olması bu çox böyük hədiyyədir. Zəminə mənim üçün həmən o saf insanlardandır. Bir zaman tələbəm olur. Çox çətin bir fəndən məndən biliklər əldə edib. Biyabi oxuyurdu o zaman, Sovetlər Birliyinin qılıncının arkası da əmrində kəsən vaxt idi. Həmən qrupda Aksana adlı bir qız da var idi. O kriminal idi. Dərsimiz bitdi. Ama Aksana dedi ki, müəllim, biraz da başa salın da. Hamı da çox sakit oturub. Cavan vaxtlarım da ancaq nədənsə hörmət edirlər. Oğlanlar da var idi. 2 dənə qız Lənkərandan Zəminə idi. Bir də həmən Aksana. Bu Aksana 1 dəfə, 2 dəfə, 3 dəfə soruşdu. Birdən Zəminə qayıtdı. Qıza Aksana bəsdir də. Bizim yaddaşımızda bütün grup görüşəndə biz qıza Aksana bəsdir də. Onu deyirik. Bu insanın içində hər bir şeyə özünün münasibəti var. Bu çox vacibdir. Hətta keçdiyim fən üzrə orada səslərin qaxtları ancaq istifadə olunur. Amma zəminə ora müşayiət yazırdı. Deyirdim, ay qızım, axı mən sənə bunu başa salmamışam, sən burada niyə müşayiət yazırsan? Eksperiment bunun içində var imiş. Çox danışa bilərəm Zəminənin insani keyfiyyətlərindən. Burada film göstərildi. Onun rejissoru bilmirəm kimdir. Amma Zəminənin içini tutub bu adam. İllərdir mən Zəminəni tanıyıram. Onun o balaca pişiklərlə münasibəti, itə olan münasibəti, ata olan münasibəti və yaxşı insanlara olan münasibəti bəlli həqiqətdir. Bax, görürsünüz, günləri ürəkdən gələn sözləri deyirəm. Heç də mən hamıya ürəkdən gələn sözü deyə bilmirəm. Niyə? Bəzən ürəkdən o söz gəlmir, ona görə. Amma Zəminənin düyünləri 2-5-dən ibarət olan yuvarlı bir rəqəmi. Mən yuvarlı deyirəm, çünki 5 üstündə gəl 5, nə qədər edir? 10 edir. Mən Zəminəyə bu günləri arzu etmək istəyirəm ki, Allah Teala sənə hər şey verib Zəminə. İstedad verib, bacarıq verib, çox bol enerji verib. Əsası da sən gözəl insansın. Yaxşı bir söz var. Bir, sənin tərbiyəndir, əxlaqındır, sənin keyfiyyətlərindir. Yanına 0 düzürsən, o sənin təlimin, o sənin sonraki təhsilin filanın. O bir rəqəmini siləndə orada heç nə qalmır. Mən səni təbrik edirəm. Sənin yeni evi görməmişəm. Bu sənin yeni evin. Bunu da taparsan, bu Firuzədir. Orada həyat ağacı da var. Mən çox istərdim ki, sənin gözündən heç vaxtı yaş gəlməsin. Sənin ürəyində, sənin qəlbində həmişə sevinsin. Mən səni çox dəyərləndirirəm. Əziz mənim qızım. Bilirsiniz nədir? Bir günləri çay içmək üçündür. Heydər Baba sözləri Reyhanə Sadıqovanındır. İfa edir Cəfər Cabbarlı adına Lənkəran şəhər 1 saylı Uşaq Musiqi Məktəbinin müəllimi Əsəd Məmmədov.
edirlər. Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Azərbaycan Respublikasının xalq artisti, professor, şöhrət və şərəf ordenli bəstəkar Firəngiz Əlizadə və Bakı Musiqi Akademiyasının professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas pedaqoq, əməkdar incəsənət xadimi Zemfira xanım Qafarova. Hörmətli Zəminə xanımı biz ad günü münasibəti ilə təbrik edirik. Ona gözəl həyat, yeni əsərlər, yeni uğurlar arzu edirik. O, Lənkəranda bizim Bəstəkarlar İttifaqının bölməsində böyük işlər görür, çox aktivdir və biz də bunu alqışlayırıq və onu həmişə Bəstəkarlar İttifaqında yeni əsərlərlə gözləyirik. Təbriklər olsun Zəminə xanım, sizə uğurlar. Zəminə haqqında danışmaq mənim üçün çox xoşdur, çünki mən onu tələbəlik illərindən tanıyıram. O mənim tələbəm olub musiqi tarixindən. O zaman mən konservatoriyada dekan idim. Onu da deyim ki, Zəminənin musiqiçi olması heç də təsadüf deyil. Çünki o elə bir ailədə, elə bir mühitdə böyüyüb ki, orada musiqi, xalq ifaçıları, musiqiçilər, atası da çox görkəmli ifaçı olub. Bunların ailəsində həmişə Əhməd Bəy xanımın ansamblı, görkəmli müğənnilər, xanəndələr olub. Və heç də təsadüfi deyil ki, Zəminə uşaqlıq yaşından musiqiyə böyük maraq göstərir və atası onu musiqiçi eləmək fikrinə düşür. Beləliklə o musiqi məktəbinə daxil olur, piyano şöbəsindən sonra, bitirəndən sonra o musiqi texnikumuna daxil olur, burada da o nəzəriyyə şöbəsində oxuyur. Doktorandan sonra o pedaqoji fəaliyyətə başlayır. Lakin bilgilərini təkmilləşdirmək üçün o Bakı Musiqi Akademiyasına daxil olur, Nəzəriyyə Fakültəsinə və buranı da çox fəal oranı bitirir. Buna baxmayaraq ki, o yaxşı nəzəriyyəçi idi, diplom işi gözəl yazmışdı, konferanslarda çıxışır idi, lakin Zəminənin bəstəkarlığa böyük meyli vardı və o mahnılar yazıldı, hələ tələbə etki, ondan sonra cürbəcə piyano üçün əsərlər, skripka üçün. Lakin o bilirdi ki, yaxşı bəstəkar olmaq üçün yenə öz üzərində çalışasan, yaxşı bilgilərin olsun və ona görə 2001-ci ildə o Milli Konservatoriya Bəstəkarlıq Fakültəsinə daxil olur və burada o çox dəyərli bir müəllim Cəlal Abbasovun sınıfına daxil olur və burada o Cəlal Abbasov da həm Əşrəf Abbasovun oğludur. Əşrəf Abbasovun bilirsiniz ki, birinci hərbi tələbəsi olur. Cəlal özü də Qaraqara məktəbinin nümayəndəsidir və təbii ki, Cəlaldan o bir çox şeylər öyrənib və tələbəlik illərində bir çox maraqlı əsərlər yazıb. Fortepiano üçün variasiyalar yazıb, skripka üçün sonata. Lakin diplom işi kimi o Lənkəran röpələri süitasını yazıb. O zaman İmtahan Komissiyasının sədri çox salmalı bəstəkarlar vardı. Tofiq Bükixanov, Neriman Məmmədov əsərə elə yaxşı qiymət vermişdilər ki, hətta deyiblər ki, bu süita deyil, bu simfoniya daha çox bənzəyir. Yəni, Zəminə çox fəal bir bəstəkar, həm də onu demək istəyirəm ki, 2001-ci ildə Bəstəkarlar İttifaqının üzvüdür və üzvü kimi də çox fəaldır, həmişə bütün tədbirlərdə iştirak edir, ondan sonra Bəstəkarlar İttifaqının konsertlərində, ondan sonra filarmoniyada, yəni ki, bir çox yerlərdə onun əsərləri səslənir. Zəminəyə mən onun bu gözəl yubiley ilində can sağlığı arzulayıram və arzum budur ki, onun yaradıcılıq həvəsi hiçbir zaman sönməsin və həmişə o yeni əsərləri ilə biz musiqi sevərləri və profesionalları sevinirsin. Xatirələr,
sözleri Halide Vagif kızınındır. İfa edir Cavid Lenkeranlı. Hoş gördük. Hər vaxtınız xeyir olsun. Bizim dəyərli müəlliməmiz, Zəminə müəllimə bizim fəxrimizdir, gözəl xanımdır. Bir istərdim bir ürəkdən alqışlar gəlsin. Sizin gözəl 55 iliniz, inşallah 105-i qeyd edək. Mədəniyyət Sarayı rəhbəri Anar müəllim, sizi salamlayıram, bütün kollektivi, şəhid analarını salamlayıram. Zəminə müəllimə bir neçə gün öncə belə bir mahnısı var, xatirələr. Və məsləhət gördü ki, mən oxuyum, bizə başsın deyərək bir canlı ifadək. Hatırladım o günleri, sevda dolu, inan dolu. Hatırladım o günleri, ümit dolu, güman dolu. Hatırladım o günleri, sevda dolu, inan dolu. Hatırladım o günleri, ümit dolu, güman dolu. Hatırladım kalbim yandı, hatırladım ağlandım. Hatırladım, hatırladım, yürek sustu, kalbime yandı. Hatırladım kalbim yandı, hatırladım adını aldım. Hatırladım, hatırladım, yürek sustu, kalp dayandı. Bu gözəl bəstə bizim Zəminə xanımın bəstəsidir. Möhtəşəm alqışlar istərdik bu gözəl xanımın şərəfinə. Təşəkkürlər. Gittikçe izin kaldı, dudağımdan sözün kaldı. Öz elinle söndürdüğüm, dudağımdan sözün kaldı. Gittikçe izin kaldı, dudağımda sözün kaldı. Öz elinle söndürdüğüm, dudağında gözüm kaldı. Hatırladım kalbim yandı, hatırladım adını aldım. Hatırladım, hatırladım, yürek sustu, kalp dayandı. Hatırladım kalbim yandı, hatırladım adını aldım. Hatırladım, hatırladım, yürek sustu, kalp dayandı. Hatırladım kalbim yandı, hatırladım adını andım. Hatırladım, hatırladım, yürek sustu, kalp dayandı. Hatırladım kalbim yandı, hatırladım adını andım.
gözəl bəstədir. Görün, Anar müəllim, bəyəndinizmi? Bəli, mütləq. Bəyəndinizmi? Bravo. Təşəkkür ederim. Çox sağ olun. Elnur bəy, Güneşin bəy, minnətdarım. Fortepiano üçün variasiyalar. İfa edir Leyla Parvanova. Zemine Hanım'ın musiqiyə gəlişi təsadüfi deyil. Bu sevgi uşaqlıqdan bəri içində yaşayan bir od idi. Bəstəkar kimi ilk uğurlarını tələbəykən qazandı. Atası, görkəmli kamançı ustadı Tariyel Əliyev onun ən böyük dəstəkçisi idi. Zemine Hanım atasının sağlığında ona həsr etdiyi Qocalma Ata mahnısını ifa etmək üçün yenidən səhnəyə Əsəd Məmmədovu dəvət edirik. Ata
Yubileri tebrik etmek için sahneye Lənkəran Dövlət Universitetinin professoru, emektar müəllim Yedullah Ağazadə dəvət olunur. Hörmətli Cəmilə xanım, Cəmilə xanımın simasında mən bütün musiqi sevərləri, burada iştirak edənləri, Bakıdan təşkil edib Lənkəranə qonaq gələnləri ürəkdən salamlayıram və bu məclisin təsiratından doğaraq demək istəyirəm ki, əsrlərlə musiqi mədəniyyətimizin daşıyıb gətirdiyi və xalqımıza bu müqəddəs sərvətdən pay yaşatdığı üçün, mənəviyyatımızı zənginləşdirdiyi üçün Cəmilə xanımın simasında bütün musiqi ictimaiyyətinə dərin təşəkkürümü bildirirəm. Musiqi mədəniyyətdir və bu mədəniyyəti Lənkəranda əgər keçən əsrin əvvəllərində görkəmli sənətkarımız Müslüm Maqamayev daşıyırsa, bugün Cəmilə Tariyev bizi daşıyır. Almış belə sənətkar. Cəmilə xanım bugün də yazıb yaradır, bugün də gözəl işlərlə Lənkəran Dövlət Universitetində tələbələrimizi musiqi mədəniyyətində hazırlayır və buna görə də bu günləri həm öz adından, həm Lənkəran Dövlət Universitetinin çox sayılı profesör müəllim heyəti adından, tələbə kollektivi adından Cəmilə xanımı ürəkdən təbrik edirəm. Mən inanıram ki, Cəmilə xanımın hələ uğurları öndədir. Ondan daha böyük əsərlər, daha gözəl, sevindirici xəbərlər eşidəcəyik. Təbrik edirəm əzizlərim. Çok sağ olun. Üzden üz. Sözleri Vagif Hüseynov'unda. İfa edir Cəfər Cabbarlı adına Lənkəran şəhər Bir sayılı Uşaq Musiqi Məktəbinin müəllimi xanəndə İmamverdi Ağayev. Salam aleyküm. Sən mənə təbrik edirəm. Sən mən elə bir mühitdə böyüyüşüm. Orada həmişə milli musiqimiz olur. Səslənib o ailədən. Allah Tarih Mərvi rəhmət eləsin. Uzun illər bir yerdə işləmişik. Gözəl pedagog idi. Biz də onlardan bəhərləmişik. Sizə uğurlar arzulayım Cəmilə müəllimə. Nə olar ol yar məni bircə dəfə yad eləsin. Nə olar ol yar məni bircə dəfə yad eləsin. Bu sınıf könlümü aləmdə dəxi şad eləsin. Eyləsin gül yanağından mənə bir busə yatan. Eyləsin gül yanağından mənə bir busə yatan. Varlığın bozdur yoxsula imdad eləsin. Cansız ayağım abilərimdən mənə versin dirilir.
səhnəyə Azərbaycan Yazıçılar Birliyinin Lənkəran bölməsinin sədri, yazıcı publisist Qaffar Cəfərli dəvət olunur. Hörmətli tədbir iştirakçıları, əziz qonaqlar, bu möhtəşəm tədbirdə hər birinizi salamlamaqdan məmnunam. Mən ilk növbədə bu gözəl tədbir üçün, bu möhtəşəm günü bizə yaşadan bizim əzizimiz Zəminə xanımı təbrik edirəm. Həyatda ən xoş arzularımı bildirirəm. Bu günləri səslərdə yaşanan ömür adlı tədbirə yığışmışıq. Təbii ki, adından bəlli olduğu kimi səsdə adətən musiqiçilər, mədəniyyət xadimləri yaşayır. Bugün həqiqətən Zəminə Taryel qızı adlı elimin gözəl ziyalısı, istedadlı bəstəkarı, elimin gözəl ifaçısı həm də yəqin ki şahidi oldunuz və çox səmimi, əziz Zəminə xanımın işığında yarışmışım. Salonun yuxarıdan, tavandan görürsünüz ki işıqlıyım. Həmin o lampalardan mən elə bilirəm ki, sağ tərəfində olan 55 rəqəmi daha görüşə verir. Bu, Zəminə xanımın yaşadığı 55 ildə ömrü işığıdır. Mən tədbirin ilk növbədə təşkilatçılarına öz təşəkkürü və minnətdarlığını bildirirəm ki, belə bir tədbiri təşkil edirlər və çox arzu edərdim ki, rayonumuzun bu cürü sayılıb seçilən xadimləri, istəyir elmdə, istəyir mədəniyyətdə, incəsənətdə, ədəbiyyatda sayılıb seçilən belə insanlar üçün bu cür tədbirlər təşkil olunsun. Əlbəttə, bu tədbirin təşkili sədaqkar üçün nə qədər əhəmiyyətlidirsə, nə qədər vacibdirsə, bu məclisdə oturan, salonda oturan bizim insanlarımız üçün, gənclərimiz üçün daha əhəmiyyətlidir. Çünki onlar görür və biləcəklər ki, xalqımız öz istedadlı övladına bu cür dəyər verməyi bacarır. Zəminə xanım, mən elə bilirəm ki, burada oturanların hər biri üçün əziz və doğmadır. Bəs mənim üçün niyə əzizdir? Mən arada bu sualı özümə verdim, daha doğrusu bu tədbirə gələndə bu barədə fikirləşdim. Zəminə xanımın mənə daha əziz doğma eləyən onu istedadlı bir musiqiçi, istedadlı bir ifaçı, istedadlı bir musiqişinas olmalıdır. Təbii ki, səmimiliyi, mehribançılığı, doğmalığı bir tərəfə, amma Allahın ona verdiyi o istedad məni daha çox ona bağlayır. Deyirlər ki, bütün qadınlarda 3 yaş olur. Biri sənətdə olan yaş, sənətdə göstərilir ki, hansı yaşlar. İkincisi görünən yaş, üçüncüsü isə qadının özünə verdiyi yaş. Bu günləri biz Zəminə xanımın təbii ki sənətdə olan yaşını qeyd edirik. 55 il. Amma onun digər həm görünən, həm də özünə verdiyi yaşlar, mən elə bilirəm ki, yəqin ki, burada oturanlarımızın hər biri təsdiq edir ki, qat-qat aşağıdır, qat-qat cavandır. Zəminə xanıma Allah, bax, parlaqlığı ilə bütün salonu bəzəyən 2 qoşa 5 ömür verir. Zəminə xanım, həqiqətən Allahın qisməti oldu ki, siz bu yolu seçdiniz. Belə də olmalıdır, musiqiçi ailəsində dünyaya gəldiniz, gözünüzü açdınız, musiqini eşitdiniz və bu istək, bu həvəs sizdə yaranmalıydı. Amma bütün anlarda bu seçim sizindir və əlbəttə ki, Allahın qismətidir. Siz bu yolu seçdiniz, bu ömrü seçdiniz. Mən elə bilirəm ki, 55 il ömrün təxminən 35 ildən bəlkə də yuxarı olan hissəsini siz sənətə, mədəniyyətə, incəsənətə həsr etmişsiniz. Sizin bu xidmətiniz yetərlidir ki, siz bizim musiqi tariximizdə və xüsusən Cənub bölgəsinin ilk profesional bəstəkarı olaraq bizim tariximizdə özünüzə yer alasınız. Mən sizə daha bir qoşa 5 ömür arzulayıram. Əlbəttə, ömrü verən Allahdır, amma mən sizə
Allah sizə o 55 il ömrü verir, yəni 2-5 almışsınız həyatda. Daha 2-5 sizə arzu edirəm. Yəqin ki, həyatınızda, yaradıcılıqda təbii ki, uğurlarınız olacaq. Amma bu seçim yəqin ki, ömrünüzün axırına kimi davam edəcək. Allah seçimizi uğurlu eləsin. Uzun, sağlam və gözəl yaşayın. Ən xoş arzularımı sizə öz adımdan, bölgə yazarları adından çatdırıram. Musiqiçi ilə yazıcı şairlərin doğmalığı burada hiss olundu. Bayaqdan bəstələnilən mahnıların əksəriyyəti, təbii ki, hamısını demək olar ki, sözləri bizim xanım şairləri, yazıcı, ümumiyyətlə şairlərimizin bu doğmalıq yəqin ki, ruhumuzdan irəli gəlir. Mən inanıram ki, bu yaxınlıq, bu doğmalıq bundan sonra da davam edəcək və sizə həyatda ən xoş arzularımı bildirdim. Təbrik edirəm. Zəminə Tariyer qızının musiqilərində ana vətən, qadın duyğuları, xalqın ruhu yaşayır. Onun bəstələri həm peşəkar musiqiçilərin, həm də gənc ifaçıların repertuarındadır. Şəhid mövzusuna yazdığı mahnıları isə xüsusilə qeyd etmək istərdik. Şəhid Elnur Talıbov, Şəhid Mayor Agil Əkbərov, Şəhid Şəhriyar Həbibi, Şəhid Kapitan Vüsal Quliyev. Şəhid Mayor Agil Əkbərovun xatirəsinə həsr edilmiş mahnını sizə təqdim edirik. Sözləri Reyhanə Sadıqovanındır. İfa edir Aygün Hüseynova. Taşımaqda çox çətin, alan üç
materialı izlemek için dikkat ekrana. Anne oğlan, senin yübleyi tebrik edirəm. Uğurlu olsun. Sen çok hoş geçtin. Allah Teala'dan istəyirəm, Allah sana can sağlığı versin. Zəhmətin bağlasın, yersən inşallah. İnşallah 100 ili keçirdəsən. Allah sana can sağlığı versin. Mən gözəl boğulam, mən savadlı boğulam, hörmətli boğulam. Herkesin hürmetini saklayan boğulam. Büyük küçük yerini bilen boğulam. Sana xoşbəxtlik arzu edirəm mən. Allah sana can sağlığı versin. Hamımızı Allah yarar. Bu yaradanların içərisində Allahın seçilmiş insanları olur. Yəni hamısı şair, bəstəkar və s. ola bilməz. Bizim qızımız Zəminə Allahın seçilmiş insanlarından biridir. Bizim cəmi zonasının fəxridir. Mən bir müəllim kimi onunla həmişə fəxr etmişəm, edəcəyəm də. Və leksiyonumuzda nə qədər gözəl sözlər var, onun ünvanına mən desəm, yenə də fikirləşirəm ki, bunlar onun üçün azdır və bu günləri onun yubileyini mənə qismət olmağı üçün mən çox sevinirəm. Onun yubileyini təbrik edirəm və arzu edirəm ki, bundan sonra da o bir yubileyləri də mənə qismət eləsin. Ya 3 nöqtə, yəni özümə də ömür arzu edirəm. Hər birinizi salamlayıram. Mən də təbriklərə qoşulub, əziz dəyərli bacım Zəminə müəlliməni səmimi qəlbdən təbrik edib, buna həyatda və işlərində müvəffəqiyyətlər arzulayıram. Düşünürəm ki, bugün atamın da ruhu şaddır. Dəyərli bacım, nə yaxşı ki, mənim bacımsan, nə yaxşı ki, varımsan. Mən sizlə fəxr edirəm. Zəminə Təliyevizə imzası imzalar içində seçilən əziz bacım, doğum günü mübarək olsun. Mənim əziz dostum, sirdaşım, 40 illik rəfiqəm. 55 yaşın mübarək olsun. Bu boşa rəqəm həyatının şərqi olsun. Uğurların daha bol olsun. Yaradıcılığın boyu çəkdiyin bütün əziyyətlər bəhrə versin, əzizim. Sayılıb seçilirsən, indən belə daha da sayılan seçilənlərdən olur. Sən var ol, yaşa, yarat. Sən yaz ki, sən yarat ki, bizim qəlbimiz sevilsin. Sənin musiqilərin bizim qəlbimizə rahatlıq gətirir. Allah sana sağlam, bərəkətli ömür versin, əziz bacım. Zəmin, əziz, gözəl, qəlbimiz dostumuz. Sənin yeni yaşın mübarək olsun. Yeni yaşda sənin ən əsas can sağlığı və yaradıcılıq duyğularımız olur. Yenə də yaz yarar, biz dostları, sevdiklərini, öz gözəl əsərlərini sevindir. Ən əsası varlığıyla bizə həmişə gözəl duyğular versin. Səni öpürəm, bizim üçün doğmazsan, əzizsən. Bu möhtəşəm yubiley gecəsinə ev sahibliyi edən Lənkəran Şəhər Mədəniyyət Mərkəzinə təşəkkürlərimizi bildiririk və yubiləri təbrik etmək üçün Lənkəran Şəhər Mədəniyyət Mərkəzinin direktoru Anar Takayev səhnəyə dəvət olunur. Təşəkkür edirəm söz verdiyiniz üçün. İlk olaraq mən bugünkü tədbirə, bugünkü yubiley gününə toplaşan bütün dostlara, ziyalarımıza, Lənkəran ictimaiyyətini salamlamaqdan məmnunluq hissi duyuram. Həqiqətən mən ümumiyyətlə bayaq oturan, kürsüdə oturanda orada bir düşündüm. Bir 15 illik bağlılığım var Lənkəranla. Bu 15 il ərzində çox gözəl və çox ziyalı insanlar tanımışam. Onlardan başda Zəminə xanım olmaqla. Mən televiziya çalışdığım dövrdə də Zəminə xanımla sıx əməkdaşlığımız olub. Mədəniyyətin bir neçə istiqamətləri var, qolları var. Onlardan da biri bəstəkarlıq, musiqi istiqamətidir. Bunlar bu istiqamətlərdə çalışan, belə deyək ki, insanlar ruh insanlarıdır. Mənəviyyata, zəngin, daxili mənəviyyata daha çox önəm verən insanlardır. Zəminə xanım yaradıcılığına bayaqdan bizim məndən öncəki natiklər və videolarda, çarxlarda da görürük. Həqiqətən o qədər gözəl ot, kökü hissə bitir məsələsi var. Valideynin, evin, o musiqi, hər bir aurası musiqini hiss etmək və övladına bunu yansılamaq və 55 il ərzində bu insan yaradıb, yaratmaq, bu hər bir insana nəsib oldu. Həqiqətən deyirəm, and ol Allaha. Mən bu münasibətlə, 55 illik münasibəti ilə, yubiley yaşı münasibəti ilə sizi səmimi qəlbdən təbrik edirəm. Biz də bir mədəniyyət işçisi hər zaman belə ziyalıların, belə bizim bölgəmiz, onu da söyləyim ki,
Azərbaycan coğrafi mövqeyi olaraq hər zaman yaradıcılıq cəhətdən çox, estetik cəhətdən çox bölgə olaraq bağlıdır, amma ən əsası da cənub zonası. Biz yaradıcılığa daha çox önəm verən insanlar. Mən düşünürəm ki, bu bizim suyumuzdan, bəlkə də coğrafi mövqeyimiz də buna təsir edir. Bu cəhətdən çox xoşbəxtəm ki, mən də bugün bu bölgənin, bu rayonun, bu şəhərin havasından, qidasından, dostlarına birgə olmaqdan məmnun oluram və sizə ancaq həyatda bütün gözəlliklər, xanımlar zaten gözəldir, çünki xanım sözü özü gözəllikdir. Bundan sonra da mən sizin yaradıcılığınızda ancaq və ancaq sizə uğurlar arzulayıram. Zəminə xanım, biz də hər zaman mədəniyyət işçisi olaraq, evimiz, qapımız, fərd olaraq da hər zaman yanımızdayıq. Bir daha Lənkəran ziyalılarına, xanımlarına, bəylərinə eşit olsun. Təşəkkür edirəm. İfa edir Lənkəran şəhər Həqiqət Rzayev adına 2 saylı musiqi məktəbinin müəllimi xanəndə Əhməd Kərimov. Yavaş yavaş aradan seninle ben şapana istersen sığmadım. Unut beni, unutma beni, unutma beni, unutma beni. Bunu bile bilmezsen bu tezlikten uğraşsan, yaşasan, vuruşasan, ne faydası bir yakın. Yaklaşını dilerler, benden kalan tatileden, o mektuplar, o şekiller, her birisi bir gösterdi. O mektuplar, o şekiller, her birisi bir gösterdi. Unut beni, unutma beni, unut beni, unutma beni. Unutsan sen ne dersen, artık baksan kafir birden, dudağından düşer gözsen, ez olan her yanmadı. Güveneme dolanma, yüreğden arkalanma, lafızını unutanma. Unut beni, unutma beni, unut beni, unutma beni, unut beni, unutma beni. Bunu bile bilmezsen, bu tezlikten unutamazsan, yaşasan, vuruşasan, ey yakın, yaklaşır gider, benden kalan hatıralar, o mektuplar, o şekiller, her birisi bir gösterdi. O mektuplar, o şekiller, her birisi bir gösterdi. Unut beni, unutma beni, unut beni, unutma beni.
unutma. Unutma. Teşekkürler, bu günleri almışlar. Zəminə müəllimə üçün gəlib. Sanırım mən də təbrik edirəm ürəkdən. Ən gözəl arzulardır da bizim ustadlarımız, professorlarımız var burada olur. Ən dəyərli ziyalarımız, ən gözəl. Biz onların yanında nə deyə bilərik? Biz sizə Zəminə müəllimə mənim dərs verdim, yəni. Mən onun şagirdi olmuşum, tələbəsi məktəbdə. Çox hörmət edir bizə. Biz də onun xətrini çox istəmişik. Məktəbdə inanmıram ki, kimisə bizim tələbələrdən Zəminə müəllimənin xətrini istəyən olmasın. İnanmıram, hamı ona sevir, indi də bu bilər. Zəminə müəllimə mahnılarını çox oxumuşam, günləri də bu mahnı bizim qismətimizə düşdü. Gözlərsiz zəif hazırlaşmışam, amma inanın biləyici olar inşallah, yaxşıydı inşallah. Əsas odur siz razıyalarınızla. Çox sağ olun. Hörmətli tədbir iştirakçıları, yenidən diqqət ekranlara. Bu gözəl gündə, 55 illik yubileyində təbrik eləmək mənim qismətimə düşdü. İnşallah ki, hər il, hər yubileyində belə təbrikləşək, bir-birimizə dəyər verək. Çünki biz səndən uzun müddətli dostuyuq. 1986-cı ildə mən musiqi texnikumuna daxil olanda, sanatda orada 2-ci kursda oxuyordum. Və sonra konservatoriya, sonra mən yenidən Lənkəran musiqi texnikumuna qayıtdım, amma artıq müəllim kimi və biz çiyin-çiyinə orada işləməyə başladıq. Və o məqamda mən gördüm ki, səndə çox gözəl musiqi duyumu var, gözəl mahnılar yazırsan. Və hətta o mahnılar səninlə bizi gətirib Flor xanıma qədər çıxartdı, o bəyənmişdi mahnını. Studiyada da Hatəm Nəbioğlu'nun studiyasını yadındadırsa, getdi, oxudu, razı qalmadı öz səsindən, dedi, yox, səsim xoşuma gəlmir, yorğundur, gələn həftə gəlib oxuyarım. Qismətdən alınmadı, Allah ona da can sağlığı versin, o vaxt xəstələndi, alınmadı mahnı oxumağı, uzun sürən xəstəlik oldu. Amma sən ilk addımlar çox belə inanlı addımlar idi səndə bu bəstəkarlıqda. Get-gedə püxtələşmək üçün sən Cəlal Abbasovun sinifinə daxil oldun. Artıq mahnı yox, kamil instrumental əsərlər yazmağa başladın və hamısı mənim gözümün qabağında olub sənin bu inkişafın. Həmişə yaz, yarad, həmişə düşüncən şəffaf olsun. Mən sənə tükənməz ilham arzulayıram. Heç vaxt ərsəyə gətirdiyin əsər notlarda qalmasın, səslənsin həmişə. Və sənin ruhuna yaxın insanlar istəyirəm səni həmişə əhatə eləsinlər. Dost kimi, ruhə yaxın adamlar səni əhatə eləsinlər. Yubileyin mübarək. Və sən həmişə onları görəndə, onlar da səni görəndə, həmişə qəlbin sevinsin. Sən buna layiq bir dostsan. Yubileyin mübarək sənin. Təbrik edirəm. Hörmətli tədbir iştirakçıları, əziz sənətsevərlər, yubiley gecələrinin ənənəsinə uyğun olaraq sonda söz yubileyara verilir. Sizin alqışlarınızla yubileyarımız Zəminə Tariyev mikrofon dəvət edilir. Mən istəyirəm özüm öz yazdığımı, biraz sözlərimi deyim, çünki bilmirəm, başqa bir hisslərdir. Düzdür, əvvəl burada tamaşaçılar çox idi. Əlbəttə ki, hər bir gələnə mən təşəkkür edirəm.
yenə də edəcəm, burada yazdıqlarım var. Amma baxıram, görürəm, sonda yenə də sona qədər səbr edənlər sevdiklərimdir. Qəlbən mənim yanımda məni dəstəkləyənlərdir. Təşəkkür edirəm. Ömür bir not dəftəridir. Kimisi oraya fəlsəfə yazır, kimisi sevgi, kimisi də musiqi. Mənim kimi. Bugün baxın, həmin dəftərin 55-ci səhifəsini çeviririk. 55 il təbii ki, az müddət deyil. Amma deyim ki, bu illərin çoxunu musiqiyə aşıq halda keçirdim. Elə bir dönəm olmadı ki, musiqi mənimlə danışmasın. Uşaqkən piyanonun önündə oturanda dünya sakitləşirdi. Qəlbimdən nə vardısa, barmaqlarımdan notlara axırdı. Bu illər ərzində həyat mənə çox nəğmələr pıçıldadı. Sevincin də, kədərin də. Həqiqətən öz melodiyası varmış. Bəzən kövrəldim, bəzən gülüb keçdim. Amma ən gözəl akordlar sizinlə yazıldı. Dostluğun, sədaqətin, səbrin akordları. Bəzən insanlar soruşur, bu qədər il musiqiyə necə sədaqətli qala bilmişsiniz? Cavabım təbii ki, sadədir. Musiqi mənim ömür yoldaşım olub. Kaprizləri də olub, gözəllikləri də. Amma heç vaxt mənə xəyanət etməyib. Əlbəttə bu yolda tək deyildim. İlk notlarımı öyrədən müəllimlərimə, ümumiyyətlə bütün müəllimlərimə səbriniz üçün, mənə inandığınız üçün təşəkkür edirəm. Mən bu səhnəyə tək gəlmədim. Mənimlə birgə illərin zəhməti, yaxınlarımın duası, dostlarımın dəstəyi gəldi. Adını çəkə bilmədim, amma qəlbimdə olan hər kəsə sonsuz minnətdarım. Mənim musiqim sizsiniz. Hər alqışınız bir not, hər gülüşünüz bir melodiya oldu mənə. Mən xüsusi olaraq bu yaradıcılıq gecənin təşkilatçısı, Heydər Əliyev Mərkəzinin direktoru Reyhana Sadıxovaya, dəstək göstərən icra nümayəndələri, Regional Mədəniyyət Mərkəzi, Cəfər Cabbarlı adına bir saylı uşaq musiqi məktəbinin direktoru Camal Həsənova və onun möhtəşəm kollektivinə, səhnədə ifa edən sənətçilərə və Aynur xanım, sizə dərin təşəkkürümü bildirirəm. Və yubiley gecəmin senaryo müəllifi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairə Qəzəlxan Xatirə Xatuna təşəkkür edirəm. Ailəmə, xüsusilə də bütün bu gərgin iş rejimində belə mənə hər zaman anlayışla yanaşan doğmalarıma, dostlarıma və iş yoldaşlarıma sonsuz minnətdarım. Onların dəstəyi olmasaydı bu qədər səsli, sədalı əsərlər ortaya çıxmazdı. Sənət dostlarım, sizinlə birgə səhnəni bölüşmək mənim üçün xoşbəxtlikdir. Tələbələrim, sizdə öz gəncliyimi görürəm. Mənə sual verəndə sanki illər öncəki özümlə danışıram. Bu gecə bu qədər gözəlliyin içində bircə şey çatışmır. Atamın baxışları. O bu günü çox istəyərdi görsün. Amma mən inanıram ki, haralardasa, buralardadır, dinləyir, qürurla baxır mənə. Bugün mənə elə gəlir ki, musiqilərin danışdı, notlar öz dilində mənim həyatımı sizə söylədi. Mənim isə indi bircə borcum qalıb, qəlbimin səsini musiqiyə çevirmək. İllərdir not dəftərlərində öz adımı yazıram, bugün də onu səhnəyə siz yazdınız. Onun üçün sizə təşəkkür edirəm. Gələn dəfə
60'da görüşərik. Sizi ürəkdən qucaqlayıram. Hələlik desəm də, amma qısa fasilə ilə. Çünki yenidən qayıdacağam. Notlar qurtarmayıb. Hər birinizə var olun deyirəm. Mən həqiqətən də Aynur xanım əvvəldə dediyi kimi, mən bu kürsüyə oturmaq üçün müdrik insanlarla çoxlu məsləhətlər almışam. Deyirəm, mənim bircə narahatçılığım var. Ən böyük problemim o yuxarıda, o kürsüdə oturmaqdır. Çünki orada mənim dəyərli müəllimlərim, böyüklər, mənim anam, yəni mən onların yanında gedib yuxarıda otursam, bu nə dərəcədə doğrudur. Sizin hamınızdan üzr istəyirəm. Bu məndən asılı olmayan şeylərdir. Mənə başa saldılar ki, bugün sənin günündür, bugün sən orada oturmalısan. Amma çox sıxıldım. Ona görə sizdən üzr istəyirəm. Əziz şəhid analarım, sizə dərin minnətdaram, bilirəm, yorğunçuluq oldu. Sizin mənə qarşı sevginiz, istəyinizə görə, hörmətinizə görə bugün burada iştirak elədiniz, sona qədər yanımda oldunuz. Doğmalar deyəndə, əzizlər deyəndə hamı onun içindədir, buradasınız. Fikrət müəllim, mən sizi xüsusi salamlayıram, çox şad oldum sizi səhnədə gördüyümə. Allah sizdən dönə-dönə razı olsun. Allah nə qədər ömür veribsə o qədər yaşayarıq. Baxmayaraq ki, mən dedim 60'da görüşənədək. Bir daha hər birinizə təşəkkür edirəm. Burada sonda 5 nəfər də otursaydı biz bu yubileyi keçirlərdik. Çünki bu yubileyin diski həm Bəstəkarlar İttifaqına təqdim olunacaq, həm Nazirliyə təqdim olunacaq. Yəni bizə bugün bu tədbiri keçirtmək yenə də mənə gəlir, deyəsən nail olduq haradasa. İnşallah ki, yenə deyirəm, gələn görüşlərdə hər birinizə minnətdaram. Sağ olun. Teşekkür ederim hamınızın əzizi Zərinə Təliyev qızı. Zərinə Təliyev qızının 55 illik ömrü notlara yazılmış bir kitap hayatı, bir hayat kitabıdır. Bu kitap okunmağa, yaşamağa, yaşatmağa layıqdır. Əzizimiz Zəminə xanım, sizin musiqiyə verdiyiniz töhfə bir məktəbdir. Həm yaradıcılıq, həm də insanlıq məktəbi. Sizə möhkəm can sağlığı, ilham dolu günlər, yeni əsərlərlə dolu uzun ömür arzulayırıq. Sizin isə hörmətli tədbir iştirakçıları, çox hörmətli qonaqlar, teşekkürümüzü bildiririk tədbirimizdə, yubiley gecəmizdə iştirakınıza görə. Çox